şarnamada yazılır. Əzizlərim, tarixin daş salnamələrindən bizə gəlib çatan bu xəbər bugün bizi çox sevindirir, bizi ruhlandırır, maraqlandırır, bizi bir daha bu kəndin adını, bu elin, obanın adının, şərəfini, şöhrətini qorumağa çağırır, saxlamağa çağırır. Biz bu kəndin ağsaqqallarının adını saxlamalıyıq, onun örnəklərini müdafiə etməliyik, nümunələrini saxlamalıyıq. Sıldaş kəndi. Bu kənd hazırda ziyalılarla məşğuldur. İndi biz Rusiya torpağında öz şadlığımızı keçiririk. Çox yaxşıdır. Bəli, əgər bugün onun oğulları bu mətanəti saxlayırlarsa, onlara şənlənmək yaraşar. Bizi bugün yeyib içirik, şənlənirik. Deyib gülmək, yeyib içmək, sevib seçmək bu cavanlara yaraşır, bu kəndə yaraşır, bu elə yaraşır, bu obaya yaraşır. Toy, el obanın, dost tanışın, ata-ananın, qohum-qardaşın, yaxın adamların toplantısıdır. Şox, şadrak, oyunlar və rəqslər meydanıdır. Yozumlar yurdudur. Toy, şəb-i hicran yanar canım, tökər qan çeşmi giryanım, oyadar xalqi əfqanım, qara bəxtim oyanmazmanın, oyanmazmı gecəsinin hicranıdır. Toy, nalədəndir ney kimi, avazı-i eşqin bülənd, nalə tərkin qılmazam, ney tək kəsilsən bənd-i bənd, aforizminin nəticəsidir. Bəli, toy fəryaddır, hicran fəryadıdır. Hicrandan misala qovuşmaq fəryadıdır. Əzizlərim, toy, üç fonemin bitişməsindən əvvələ gələn bu sözün hərfi mənasını izah etməyə ehtiyac yoxdur. Lakin çox dərin mənalı kəlamdır, hikmətdir. Toy, bu dediyimiz kimi el obanın şadlığıdır, saadət məclisidir, vüsal təranəsidir. Biz bilirik ki, toy, ailə adlı dövlətin ilk beşiyidir, başlanğıcıdır, prologudur, onun meydanıdır. Biz bu toylardan ruhlanırıq, sevinirik, şadlanırıq. Bu toylar bizə dövlət verir, ilk dövlət, ailə dövləti.